Ölkə gündəmi ilə davam edək və 2026-2030-cu illəri əhatə edən dövlət proqramı kənd təsərrüfatına iri miqyaslı investisiyaların cəlb edilməsini və fermerlərin fəaliyyətinin əhəmiyyətli dərəcədə stimullaşdırılmasını hədəfləyir. Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan 20 min yeni hektarda intensiv bağların salınması hədəfi Lənkəran rayonu üçün də mühüm vəzifələr müəyyən edir. Bu istiqamətdə rayonda sitrus və digər bağların intensiv üsullarla genişləndirilməsi əsas prioritetlərdən biridir. Detallar sujetimizdə izləyək. Lənkəranda mövcud 2562 hektar meyvə bağlarının 1516 hektarı sitrus və subtropik meyvə ağaclarıdır. 2024-2025-ci illərdə ayrı-ayrı fermer, hüquqi və fiziki şəxslərə məxsus 188,6 hektar ərazidə yeni intensiv sitrus bağı salınıb. Çələklə 12 hektar çələk, 5 hektar kivi bağımız var. Gələcəkdə inşallah biz düşünürük ki, kivi bağını bir 20 hektara çatdıraq. Dövlətin fond kreditlərindən yararlanmış və hal-hazırda o istiqamətə doğru gedirik ki, daha effektiv şəkildə yararlanaq ki, kivi bağımızı artıra bilək. Bizim ümumilikdə 60 hektar kivi bağları, intensiv kivi bağları qurulub. Bitkinin yetişdiriciliyi üçün İtalyan mütəxəssislər cəlb etmişik. Az bir torpaq sahəsində, yəni yüksək məhsuldarlıq, daha çox verim, daha çox məhsuldarlıq olması üçün biz bu hər cürə agrotexniki qulluqları yerinə yetiririk. Meyvəçiliyin əmək tutumlu və gəlirli olması, qısa zamanda iqtisadi cəhətdən bəhrəsini verməsi rayonda bu sahəyə marağı xeyli artırıb. Bu, əhalinin məşğulluq səviyyəsinin təmin edilməsində də mühüm rol oynayır. Təkcə ötən il 10 minə yaxın insan daimi və mövsümi işlə təmin olunub. Biz daima çalışırıq ki, çələyin yeni sortları, hər il yeni sortunu gətirək və bu ildə biz Aurora Karima deyilən bir sort var. O çələyin İtaliyadan gətirdiyimiz çələyin sortu daha davamlıdır. İxracata və məhsuldarlığa daha etibarlı, daha mükəmməl özünü bazarda göstərmişdi. Fermerlərin qarşılaşdığı problemlərdən biri də soyuducu anbarların yetərsiz olması. Daha dəqiq desək, fəaliyyət göstərdikləri ərazilərdə soyuducu anbarların ümumiyyətlə olmamasıdır. Buna görə də onlar yeni dövlət proqramının yaratdığı imkanlardan yararlanaraq öz ərazilərində yeni soyuducu anbarların tikintisini qarşılarına məqsəd kimi qoyublar. Kənd təsərrüfatı həm də emal, qablaşdırma, daşınma, satış və ixrac zənciridir. Rayonun Girdəni kəndindəki 64 hektarlıq intensiv meyvə bağında gilas yığımı başa çatıb. Hazırda nektarin yığılır. Ərazidə soyuducu anbar olmadığından məhsul yalnız daxili bazarda satılır. Növbəti dərişlərimiz bizdə olacaq. Qavalımız olacaq, 34 hektar sitrus bağımız var, 15 hektar bizdə pexus məhsulumuz var. Yəni bunların hamısının bugünkü günün tələbatı soyuducuyadır. Emalla bağlı problemlərimiz var, paketləmə sexi, emal sexlərimiz olsun ki, bu meyvənin yumuşalma tərzində ki, biz onu hər hansı bir emala göndərə bilək. Biz onu istəyirik ki, mərhələ-mərhələ satsaq daha uyğun olar bizim üçün, daha asan əlverişli olar. Yəni onun üçün də bizə soyuducu anbarlar lazımdır. Dövlətin də bizə dəstəyi böyükdür. Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirildi ki, rayonda 14700 kub metr həcmində 8 ədəd soyuducu anbar var. İl ərzində əldə olunan 23040 ton məhsulun bir qismi soyuducu anbarlar vasitəsilə xarici bazarlara göndərilir. Eyni zamanda çeşidlənərək daxili bazarlarda satış həyata keçirilir. Soyuducu anbarların ümumi tutumu 1000 tona yaxındır. Bu da ümumi məhsulun 4,2%-ni təşkil edir. Fermerlərin xahişləri nəzərə alınaraq 300 tona yaxın soyuducu anbarların tikilməsinə ehtiyac vardır. Lənkəran şəhər icra hakimiyyətindən aldığımız məlumata görə dövlət proqramı çərçivəsində qarşıya qoyulan hədəf rayonda intensiv meyvə bağlarının daha 500 hektar genişləndirilməsi, ümumi məhsul yığımının isə 25 min tona dək artırılmasıdır.